Allah dövlətimizə, millətimizə Allah hər zaman gözəl günlər göstərsin. Və arz edirəm ki, doğma yurtlarından məcburi köçkün düşən qohum əqraba soydaşlarımız hamısı inşallah bu il də yarısı olsa gələn il hamısı Kəlbəcərdə, Laçında, Qubadlıda, Zəngilanda, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngəzurda, Çərşənbə tonqalı qalasınlar. Amin. Allah dövlətimizi hər zaman var eləsin. Ordumuzu hər zaman var eləsin. Və Ali Başkomandanımızı Allah hər zaman var eləsin. Azərbaycana əbədi sülh arzuluyuram. Arzu eləyirəm ki, əskər yolu gözləyən analarımızın hər birinin gözündən kədər yaşı yox, sevinç yaşı axsın. Balaları vətənimizin keşiyində durur. Vətənimizə xidmət edir. Vətənimizi qoruyur. Allah da əskərlərimizi, ordumuzu qorusun. Şəhid analarım, hər birinizə can sağlığı arzuluyuram, gözüm arzuluyuram. Şəhid ataları, qarşınızda baş əyirəm, şəhid övladları. Allah şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun. Azərbaycan hesablayanda uzun müddət Azərbaycanda nətər deyim, Azərbaycan işğal şəraitində olub. Azərbaycan Urus Sovetinin, Urus ordusunun əsarəti altında olub. Azərbaycan Xalq Cumhuriyyəti qurulanda da yenə Azərbaycanın Xalq Cumhuriyyətini dağıdan, Azərbaycan xalqının ziyalılarını, əskərlərini, hərbisilərini, generallarını həbs eləyən Urus çarı olubdur. Və bu günləri Ulu öndərimiz Heydər Əliyevin oğlu İlham Əliyevin yaratdığı nizami Azərbaycan ordusu, o Xalq Cumhuriyyətinin varisləri, biz varisləriyik hər birimiz. O Xalq Cumhuriyyətini şəhidlərimizin qanı ilə, qazilərimizin canı ilə, müharibə veteranlarımızın əziyyəti ilə Azərbaycan adında bir dünya tanıyacaq bir respublika, bir ordu yaratdı. Arz eləyirəm ki, dövlətimiz, ordumuz hər zaman var olsun. Qarşıda da Novruz bayramı gəlir. Azərbaycanın xalqına hamısına bayram arzuluyuram. Suvay gənclərimizə toy, nişan arzuluyuram. Evli olanlarımıza həmişə xoşbəxt olmağı arzuluyuram. Və bu qədər. İndiki videomda